Salam aziz dostlar. Xoş gördük. Azərbaycan Milli Fəallar üçün 23-cü dərsin 2-ci bölümün başlayırıq və xəbər yazaq. Mən 2 xəbər seçdim. Biri türkcə, biri farsça. İcazə buyurun əvvəl bu türkcə xəbəri sizinlə burada linkini paylaşım. Bunun üstündə danışaq. Linkini qoydum. Dostlar iş istəyirlər, çevriyələr baxsınlar buna. Görərlər. Yol Press'dən götürmüşük. Bir dana web saytidir. Bilmirəm hara bağlıdır, nədir, bəli hər halda türkçə yazıbdır. Xəbərin titri Əfqanistanda Taliban bir Pakistan helikopterini vurdu. Mənaya ehtiyac yoxdur. Amma burada xəbər tarixi də bilmirəm nə zamandır. Tarixdə mənə mühüm deyil. Fəqət istəyirəm üstündə danışam. Çox da qısa xəbərdir. Onun üçün tez də gedəcək inşallah. Əfqanistanda deyəndə gərək da yapışa Əfqanistana bir kəlmə hesab olur. Əfqanistanda Taliban bir Pakistan helikopterini vurdu. Bir Pakistan helikopteri olmur ki, Pakistanın bir helikopterini vurdu. Bu bir dənə qələti müstələhdir. Biz yazırıq. Bir Pakistan helikopterini vurdu. Cümlə düzdür. Cümlədə işgal yoxdur. Yəni bir Pakistan helikopteri deyəndə Əfqanistanda Taliban bir Pakistan helikopterini vurdu. Da özü səkdədir bizim dilimizdə. Ehtiyacı ehtimalən olmaya biz virgül qoyaq. Çünki səkdədir. Amma üçün istəyək səkdəni virgülü görsədək, virgül qoymalıyıq. Yəni istiruq yaxşı burada dayanır. Xüsusən ki, biz türk ədəbiyyatı yaradırıq. Farslar 100 ildir dil qaidələri yazırlar və dili rəsmi eləyiblər. Hala qaidələri düz tutalmayıb, təkmil deyil. Hala hər il Dəstur-i Zəban Farsinin amuzişi mədrəsələrdə ibtidaiyyən tutmuşlar danışqahdan dəyişilir. Hər il. Çünki hər ilisi də bu dili elmi dilə gətirərlər, yaxınladılar. Amma eləyə bilmirlər. Biz bu işi bu gün görməliyik. O yerdə ki, düzdür dedim bizim dilimizdə məsələn səkdə var özündə. Amma biz bu dili yazmırıq ki, səkdəsi vardı, adamlar özü bunu şeylər. Bəlkə bunu qanun, qayda üzrə çıxırıq ki, hamı bunu bilsin. Məsələn, Əfqanistanda Taliban yox. Əfqanistanda virgül Taliban Pakistanın bir helikopterini ya bir helikopterin vurdu, düşürdü. Vurmağla düşürmağın fərqinə diqqət buyurun cümlədə. Vurmaq, yəni ki, bir güllə dəydi ona. Amma o düşdü, bu anlama gəlmir ki, düşdü. Tiz bu anlama gəlmir ki, düşdü. Taliban, baxın, Taliban Əfqanistanda indi fail gedir qabağa. Əfqanistanda Taliban var. İndi bu, baxın, diqqət buyurun titrin mühümlüğuna. O ki, deyirəm, titrdə kəlmələri bir-birinin dalısına düzmaq, təsbih kimi çox-çox mühümmüdür. O budur. Təsbihin başında molla gəlir. Ondan sonra nəminə gəlir, ondan sonra vəsətdə bir dana, məsələn 15 danadan sonra, hər birisindən sonra bir dana bir şey var, yenə də gelir. Biz indi burada diqqət buyurun. Əvvəlin kəlməyi ki, bu yazara mühümmüdür, Əfqanistan məsələsidir. Ondan sonra Taliban mühümmüdür. Ondan sonra bir kəlməsi mühümmüdür. Ondan sonra Pakistanın özü, ondan sonra helikopteri, ondan sonra onun düşməsi. İndi Taliban desək, Taliban Pakistanın bir helikopterin düşürdü desək, Əfqanistan gəlmir nəzərə. Ya məsələn Taliban məsələn nəzər gəlir ki, Pakistanda salıb bunu. Yəni biz Taliban Əfqanistanla tanınır. Farsizm, panfarsizm də İranı. Əgər siz deyəsiniz ki, Taliban İranda
bir helikopteri saldı. Bunun anlamı budur ki Taliban geçib İrana, İran topraklarına bir helikopter saldı. Ya Taliban geçibdi Pakistan'a, Pakistan'da bir helikopter saldı. Ama o zaman şimdi Taliban bir Pakistan helikopterini saldı. Burada yani bu ki Pakistan'ın helikopteri Afganistan'a geçmişti, bunlar salmıştılar. Bəs Pakistan söz, Afganistan sözünün əvvəldə ehtiyacı yoxdur gətirək. O İranın dedim əvvəldə o dağ yapışmalıdır. Taliban Pakistan'ın bir helikopterini düşürdü. İndi vurdusuna baxarıq mətndə görək ki, vurdu yaxşı deyə, düşürdü yaxşı. Amma mənim nəzərimə sürü oxumamışam xəbəri. Mənim nəzərimə helikopteri düşürübdü. Düşürdüyü üçün biz onu yazacağıq. İndi bunun içində yer deyək ki, məsələn Taliban bu helikopteri düşürəndə adam da öldü ya yox. Ya hansı silahla vurdu. Bunlar üstündə danışmalıyıq. Yoxsa nə mühümlüğü var? Əlbəttə bilirsiniz, üçün çox bahalı bir vəsilədir. Elə bunun özünün düşməsi özü bir xəbərdir. Mən dünənləri bir dana bir əks paylaşdım Facebook'da. Məndən deyil bu, mən də bir yerdən bunu götürdüm, paylaşdım. Mən bu söz zamanlarda yazılarımdan sonra heç özümdən deyil, hamısı o birisi yerlərdən əmanət olaraq götürürəm, yayıram. Bir daha bunu görüm nə cür mən sizə göndərə bilirəm. Bir dəqiqə mən bunu nə cür sizə göndərə bilirəm ki, siz bunu görəsiz. Tamam. Mən burada bu əksi qoyuram. Əgər ola bilsə. Olmadı. Bir də gelin buradan. Görün beləsi olur. Bəli, bir daha link göndərdim. Görək bu linki açanda, bəli, gəlir. Onlar ki, şeydə olsalar, bu əksi görərlər. Bir dənə əksidir, mən dünənləri qoydum. Diqqət buyurun, bunun üstündə yazıb mizan tələfat təsadüfat caddəyi 14 سال əxir. با جنگ‌های əxir. 1380'dan 1393'e can caddelərdə İranda ölən adamları bu geçən 50 ildə olan savaşlarla müqayisə edildi. İranla Əraq savaşında bu mənim nəzərimə yalan yazıbdı, qələt yazıbdı, amma yazıbdı. Əllamə Təbai danışgahından sosioloji departmanından belə bir şey çıxıbdı. Nə qədər düzdür, yalandı. Məncə qətiyyən mütməyinnəm yalandı, amma 200 min nəfər deyir, 8 il İran-Əraq savaşında 200 min İranlı ölübdü. Ya İranda yaşayan millətlərdən ölübdü. Əraqın Əfqanistanın neçə il, 40 ilə yaxındır savaşında 111 min nəfər ölübdü. Bu da yalandır. Suriye'nin geçen 6-7 il savaşında 312 min nəfər ölübdü. Diqqət buyurursunuz da, baxın, geçen 30 ilin, 40 ilin amarlarından danışır. İranın 14 ilində təsadüflarda 315.264 nəfər adam ölübdü. İstəyirəm nəyi deyəm? Bunu deməklə istəyirəm deyəm, əvvələn bu özü bir xəbər. Yəni biz bunun özünü xəbər eləyə bilirik, bir dana da balaca təhqiqlə eləyə bilirik, bunun üstünə danışaq ki, İranda 200 min nəfər ölübdü, ya bunun ya belə eləyirlər, nə qədər Əfqanistanda ölübdü, nə qədər Suriye'də ölübdü. İndi təsadüfat caddədə. O qədər təsadüf olub, o qədər adam ölübdü ki, adidir İranda təsadüfdə. Yəni əgər gündə təsadüf olmayasan, xəbər hesab olmurdu, adət olubdu. Xəbər dahi hesab olmur. Maşınların əzilməsi xəbər deyil. Bundan belə ki, insanların sərvəti canı gedir. Böyük xəbərdir. Amma xəbər deyil. Niyə? Çünki bir savaşda ölənlərdən çox ölübdü. Suriye'də ölənlərdən çox ölübdü. Burada 312 min nəfər ölübdü. Geçən neçə ildə Suriye'də İranda təsadüflarda 315 min nəfər. Əfqanistanda
Geçen 40 ildə 111 min nəfər iddia olunur. İran-Əraq savaşında təqribən yarı buncan zamanda 200 min nəfər iddia olub İranlı ölübdür. Diqqət buyurursunuz. Bunun üçün o helikopterin özünün düşməsi böyük xəbərdir. Həm buna görə ki, ağır bir dəstgahdır, pul gedib aradan, həm də onun içində ehtimalən adamlar ölübdür. Bir kəlməsi Pakistandan sonra helikopter üçün sayılır, Pakistan sayılırmı? Əlbəttə bizim dilimiz düzürdür ki, elə həman anlamı verir. Amma daha gözəl yazılması budur ki, o kəlmənin yanında gəlsin ki, onu istiruq sayaq. Dedim, əlamət-i sual türkü dilində o kəlmənin yanında gəlməlidir mi kəlməsi, əlamət-i sual. O kəlmənin yanında gəlməlidir ki, onun iradə edirik, onu soruşaq. Məsələn, istesaq da Pakistanda mı Taliban bir Pakistan helikopterin vurdu? Belə də deyə bilirik. Pakistanda Taliban mı bir Pakistan helikopterini vurdu? Görürsünüz, Talibanın üstündə sorğu gəldi. Afganistan'da Taliban bir mi Pakistan helikopterini vurdu? Yəni bir helikopterin vurdu ya yox? Afganistan'da Taliban bir Pakistan'ın mı helikopterin vurdu? Gene de helikopterin qabağına vurdu mu da deyəndə, yəni vurduğun üstündə təkid edirik. Hangi kəlmədən sonra türkü sorğu kəlməsini qoysaq, o kəlməni sorğuluruq. Bizim dilimizdə cümlənin sonunda gəlməz, cümlənin sonunda sorğu işarəti gəlir. Amma sorğu işarətini qoymasaq da, cümləni necə məsələn İngilisidə sorğu əlaməti qoymasaz da who, what bunlar cümləni sual edirlər. Eyni şey bu bizim Azərbaycanda da vardı. Yəni kəlmə özü what yerinə mi gətiririk, cümləni sual edirik. Helikopterdəki liddə baxın. Lid görün nədən danışır? Əfqanistanda Taliban. Baxın titrin qələtliyini indi görün liddə nədir çıxarırıq. Helikopterdəkilərin 6'sı Pakistan, biri Rusiya vətəndaşı olmaqla 7 savaşçı Taliban tərəfindən girov tutuluruq. Pəs ölməyiblər. Əsir tutulublar. Burası mühümdür. Baxın, üstə dediyi bir helikopter, Pakistan'da, Əfqanistanda bir helikopter, bağışlayın, Əfqanistanda Taliban bir Pakistan helikopterini vurdu. İndi gələk bu gələr lidə. Amma görün aşağıda nə deyir? Deyir, üstdəki titri müstəqil görmür, onun xəbərin başlanğıcı görür, davam verir lidinə. Bu qələtdir. Lid titri açıqlamalıdır. Amma bu deyir ki, Əfqanistanda Taliban bir Pakistan helikopterini vurdu. Nöqtə, helikopterdəkilərin 6'sı Pakistan, biri Rusiya vətəndaşı olmaqla 7 savaşçı Taliban tərəfindən girov tutuldu. İndi burada görək nə iraddadır. Əvvələn dedik ki, titr lidin idaməsi, lid titrin idaməsidir. Açıqlaması deyil. Gərək bu gələk deyəydi ki, məsələn, bir dənə bir şeylə bunu düzəldəydi. Titri açıqlayaydı. Amma bu yazıb deyil, helikopterdəki heyə yapışılmalıdır. Çünki o bir kəlmədir, gərək yapışın. Lərin normalda ayırırıq, bu düzdür. 6'sı bir kəlmədir, mənim nəzərimə gərək yapışıla və t, orada y ilə yazılmaya, i ilə yazıla. Ola 6'sı Pakistan. 6'nı düz yazıb, ədəd yazmayıbdır, hərfi yazıbdır. Diqqət buyurun. Biri Rusiya, burada da düzdür. Rusiya vətəndaşı olmaqla, olaraq da deyə bilərdi. Olmaqla 7 savaşçı. Niyə orada 6 ilə 1 əlifbay ədəbinə yazılıbdır? Burada riyazi ilə yazılıbdır. Bu qələtdir. Demişik bunu. Ən azı 4 rəqəmə qədər, yəni minə qədər heç olmasa daha bizim
heç məcburiyyətimiz olmasa yenə ərəb əlifbası əlifba ilə yazılsın. Farsıda bir istisna var, o da nohdur ki, nə oxunur, onu da bizim türkçü dilimizdə yoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Heç birisi ədədlərimiz, o birisi kəlmələrə bənzəmir. Bəlkə 10 biraz, o da onun fərqi var da, bilirsiniz. İndi girov kəlməsi nədir? Girov kəlməsi əsr ilə fərqlidir. Girov oradadır ki, biz bir şey veririk, bir şey alırıq. Amma bütün o zərfiyyətimiz yoxdur, onu girov veririk. Məsələn, deyirik ki, bu mənim xotumu saxla, bığımdan bir tük saxla, mənim bığım yoxdur. Keçəl başımdan bir tük verəcəm, deyirəm bunu saxla. Mən pulun gətirəndən sonra malımı verərsən. Bu girov olur. O zaman ki, savaşda bir şeyi alırsan, o əsir hesab olur. Götürülübdür. Bir də əsiri tutarlar, götürməzlər. Götürmək o şeydir ki, yerdə olar, bəqqalda olar, qəfəsdə yerdə olar. Yəni bir oturaq yeri olar, onu götürərsən. Götürmək budur. Qəfəsədə olar, bəqqalda olar, qəfəsədə gedərsən, onu götürərsən. Ya bir yerdə olar, onu gedib götürərsən. Hər nə olur olsun, yerdən götürmək. Amma o zaman ki, bir dənə mövcudu tutursan, onu tutursan, götürmürsən. Çünki hərəkətdədir. Sabit deyil. Pəs sabit olan bir şeyi götürərik, hərəkətdə olan bir şeyi tutarıq. Ya alarıq hətta. Burada da bu feilin o düz işlətməsini, kəlməni o işlətdiyimiz anlamda düz işlətməsini istəyirəm danışaq burada. Amma cümlə üst-üstə doğrudur. Yəni, cümlənin quruluşu qəşəngdir. İradların dedim, məsələn, zehnimə gələn iladları burada dedim, bəlkə ayrı bir şey. Ha, tərəfdən də eynidir. Tərəfindən girov tuturubdur. Savaşçı Taliban tərəfindən. Baxın, ya Taliban özü tutubdur, ya Taliban bir nəfərə nümayəndə veribdir ki, get onu tut. Mən güllə ilə vurdum, saldım o təyyaranı, helikopteri, sən get tut. Tərəfindən girov tutulubdur, yəni mən bir nəfərə vəkalət vermişəm, tutulubdur. Belə deyil, Taliban özü əsir tutubdur. Helikopteri vurubdur, salıbdır, tutubdur. Pəs tərəfindən tutulmayıbdır. Elə 7 savaşçı Taliban 7 savaşçısını Taliban əsir tutubdur, ya tutubdur. Əsir gətirməsək də aynı anlamı verər. Bu da o kəlmə ki, istərdim deyəm. Yol pres əldə etdiyi bilgilərə görə. Baxın, burada ehtiyacı yoxdur yol presdən sonra nöqtə qoyaq. Çünki cümlədə bir ayrı model gedir. Yol pres əldə etdiyi bilgilərə görə cümlə düzdür. Əlaməti cəmi, qabaqcada demişəm, Türk ortoqrafiyasında, Tehranda keçəndə yazıblar ki, əlaməti cəmi, lərlər, filan, bunları kəlmədən ayrı yazmaq olar. Əlbəttə, mən onu kamil oxumamışam, ortoqrafinin tamam qaidələrini oxuyam, onu yavaş-yavaş onun üstündə gedək qabağa. Çünki o bizim üçün birinci ortoqrafıdır, heç olmasa dayana bilərcək bir yerdir. Virgül, Əfqanistanın Göyçər vilayətində, bağışlayın, Lövkər vilayətində Pakistana aid Mi-17 savaş helikopteri vurulub. İndi mən bilmirəm, əslən, Mi adında helikopter var ya yox. Bu mənim bir müşkülümdür. Əgər addırsa, bunu salacaqsan, M de ehtimal verirəm. Mi yazıblar. Türkçədə mi deyilir, amma İngiliscə olduğu üçün bu ad. Biz İngiliscə yazmalıyıq. Tərcümə eləməliyik və öz dilimizə də keçirməliyik. M-17. Çünki bunlar M deyirlər, M demirlər, mi demirlər. Türkçədə də mi demirlər, mən bildiyim M deyirlər. İndi M-17 ya M-17 gərək gedə bunun dırnaq arasına bəlli ola ki, bu bir helikopterin adıdır.
Pəs Yolpress əldə etdiyi bilgilərə görə Əfqanistanın Lövker vilayətində, Lövker özü gərəkçidə ya Luger, Lövger gərəkçidə bura vilayətində, vilayətlə iyalətin fərqini diqqət buyurun dostlar. Vilayət şəhərdir, iyalət ustandır. İyalət bir müstəqil məmləkətdir, qədim heç olmasa. Vilayət onun içində bir parçadır. Azərbaycan şərqidə Qəradağ bir vilayətdir. Ərdəbildə Muğan bir vilayətdir. Təbriz vilayəti deyə bilərik. Əlbəttə Təbrizin böyük şəhər olduğu üçün buna ayrı ad deyirik, amma mənzurum beləsi. Yəni şəhər adı iyalət adına fərqlidir. Şərqi Azərbaycan iyaləti, məsələn, Xoy vilayəti. Azərbaycan, Güney Azərbaycan məmləkəti, Zəncan iyaləti, Sultaniyə vilayəti. Diqqət buyurdunuz. Bunun üçün vilayətinin iyaləti iştibah tutmayaq. Burada zahirən dostlarımız mən fikirlərim bu iştibah eləyiblər. Amma tüm mütməyin deyirəm, coğrafiyasını bilmirəm Əfqanistanın ki, Lövger orada iyalətdir ya vilayətdir. Onun üçün bunu irad tutamıram. Amma buna diqqət eləməyi sifariş edirəm. Pakistana, diqqət buyurun buna da deyim. Mən bu son zamanlarda dostlarımızın birinin ədəbiyyatın türkçü yazmasını çox sevərəm, çox da oxuyaram onun türkçü yazılarını. Gördüm bu gözəl işi görür ki, mən qabaqcan görürdüm, sonra bir ayrı dostun yazısı əsərində onu görmürdüm. O eləyibdir, gördüm qəşəng çıxır. Göz baxanda qəşəng çıxır. Əfqanistan, yəni mərifə ad deyirlər ərəbcə. Mərifə ad, yəni ad ilki bəllidir. Sabı var o adı, o adın. O adı deyəndə bəllidir, hara işarə edirik, ya kimə işarə edirik. Onu dırnaq arasına gətirəndə ona yapışan malikiyyət hərflərin ondan fasilə bir xətti, yəni iki dırnaqdan qutaran dırnağı ki bağladıq, bir xətt onu yazırıq, cavab verir, çox gözəl görünür. Məsələn, deyirik ki, Əfqanistan bir məmləkətdir, bunu qoyuruq dırnaq arasına. Dırnağı bağlayandan sonra bir xətt çəkirik, yazırıq in. Əfqanistanın beləsi olur. Yəni, o dedik xətt onu yapışır, çox gözəl görsənər. Pakistan gedir ana, bir dana dırnaqdan sonraki bağladıq, bir cıqqılıq xətti veririk, qoyuruq, xəttdən sonra A yazırıq, olur Pakistana. İndi aid kəlməsi ehtimalı var, burada ehtiyacı var, burada yazaq ya yox. Cümləni dəyişdirsək formətin aid kəlməsi ehtiyac olmaz. Burada da olar, məsələn, Pakistanın M-17 savaş helikopteri düşürüldü, vuruldu. Bəllidir ki, düşürülübdür. Yəni, helikopteri vurublar, düşübdür ki, əsir alıblar. Onun üçün burada vuruldu daha düz deyil. Düşürüldü. Ya saldırıldı. Saldırmaq kəlməsi bizim Güney Azərbaycanda, yəni suqut anlamındadır. Ərəbcə suqut, türkcə salmaq. Hubut hətta, hubut. O da ərəbcədir. Bu nə deyəcəyim yadımdan çıxdı. Bir daha da ayrı feil danışacağım, o feil getdi. Helikopterdəkilərin 6'sı Pakistan, biri Rusiya vətəndaşı olmaqla. Vətəndaş kəlməsini buna görə burada gətirir ki, desin Pakistana ətf elədi. Yəni Pakistan vətəndaşı, biri Rusiya vətəndaşı olmaqla. Biz bunu bilirik ki, və yerinə bizim dilimizdə danışanda və işlənmir. Çox az işlənir. Və, məsələn, deyirik ki, Xoy, Səlmas, Ərdəbil, mənim, o sayırıq axirində və filan yer. O vəsətdəki durmaqlarla, sükutla
şəhərlərin arasında keçirib, onlar virgüldürlər. Hər nə feili sonda gətirsək, eynən təkdəki o qabaqdakı kəlmələrə də şamil olur. Diqqət buyurun bu məsələyə. Hər nə feil sonda gətirsək, təkdəki qabaqdakı kəlmələrə şamil olur. Onları da tutur, onları da kapsamlır, onları da alır içinə. Bunun üçün əgər iradəmiz fərqli olsa bəzi şəhərlərə, onları gərək feilini ayrı yazaq, ondan sonra o birisinə başlayaq ki, feili. Çünki feilləri əgər ayrı olsa, gərək onları ayrı yazaq. Bəzən görürəm ki, bu iştibah olur, ona görə burada dedim, gələndə də yenə deyəcəm. Helikopterdəki, üstdəki iradlar elə yenə burada tikir olubdur. Dəki mənim nəzərimə gərək yapışsın. Lərin altısı, yenə də mənim nəzərimə sı yapışmalıdır. S yapışmalıdır altısına. Albəttə burada əslin hamısı I səslərin I səsi ilə qoyubdur. Bu mənim nəzərimcə iraddır. Gərək bunu düzəldək. Bu cümlənin üçün üstə danışmışıq da burada danışmırıq. Levger vilayətinin, burada vilayət yazdı yenə elə iyalət yerinə. Levger vilayətinin sözcüsü gərək burada nöqtə virgül qoya. Səlim Salih. Niyə bunu salmayıbdı bunun adına? Cümənin adına. Çünki birinci dəfə bunu yazırıq, gərək bilək kimdir. Nöqtə virgüldən sonra gələr. Ondan sonra bir dənə, əgər gəlməsə bir dənə virgül geni qoymalıyıq. Və Pakistanın Kabuldakı dakı yapışmalıdır Kabula. Amma dedim, Kabulu salsaq dırnaq arasına, dırnaqdan sonra xət qoysaq gözəl görsənər. Tabu. Yəni Kabuldakı əlan o qədər gözəl görsənmir. Gərək yapışıq yazılaq ya da yapışıq yazmırsaq bir xət qoyaq, sonra bunu salaq onun arasına. İndi diqqət buyurun. Levger vilayətinin sözcüsü, vilayətinin də yenə də mənim nəzərimə yapışmalıdır. Sözcüsü Səlim Salih və Pakistanın Kabuldakı səfirliginin rəsmisi Əxtər Munir. Rəsmisi. Rəsmi indi orada görək nə karədir onu. Gərək onu yazaq. Rəsmi nə karə. Rəsmi deyəndə yəni o idarəyə bağlı bir rəsmi adam. Yəni o səfirliyə bağlı bir rəsmi adam. Amma bu rəsmi demək demir ki, bu oranın sözcüsüdür, səfirdir, muavindir, iqtisadi bir adamdır, məmuli bir danışqandır. Kimdir? Bunu demir. Onun üçün naqisdir xəbər. Yəni rəsmi sözü elə bir şey deyək, İran rəsmisi. Bəlli də İranda kim bu sözü deyibdir. Nə karədir. Onun sözünün üstündə nə qədər hesab eləmək olar. Munir, Kabuldakı səfirliyin rəsmisi 2 nöqtə ya nöqtə virgül Əxtər Munir bu xəbəri təyid edibdir. Taliban hələlik məsələyə münasibət bildirməyibdir. Bəs hardan bilirik ki, bu xəbəri Pakistan vurubdur? Taliban həm girov alıbdır, həm də helikopteri salıbdır. Əgər bu Taliban hələlik məsələyə münasibət bildirməyibdir, bunları hardan iddia elədik biz? Qələt xəbər başdan ayağa qələtdir. Başdan ayağa nə mənə oxumuşuq, üstündə danışmışıq, qələtdir. Çünki axırda gəldi ki, Taliban buna hələ məsuliyyətini almayıb öhdəsinə. Bəs biz niyə deyirik Taliban vurubdur, Taliban əsir tutubdur? Siyasi baxışdır. İstəyirik bu xəbərdə xəbər yazan hər kəs bəlkə bu adam mütərcimə eləyibdir ya hər nə mənə, amma buna diqqət eləməyibdir ki, o zaman ki Taliban bunun məsuliyyətini almayıb öhdəsinə, biz niyə hər şeyi saldıq Talibanın başına? Xəbərnigar burada bir yanlış xəbər yazıbdır və bu xəbər başdan dibə dəyişilməli və ayrı cür yazılmalıdır. Çünki Pakistan bunu qəbul eləməyibdir. Eləyə bilərdir, əvvəl cümlədə desin ki, Pakistan, Əfqanistan bunu qəbul eləməyib. Amma titri baxın, titri ilə özünü deyir, Taliban bir Pakistanı vurubdur. Heç olmasa gərək bunu deyək ki, Pakistan 2 nöqtə, yəni Pakistan dövləti dedi, Taliban bir helikopter saldı. Ya bir helikopterimizi saldı. Görürsünüz, başdan ayağa xəbər qələtdir, çünki propagandadır. Əslində, mən demirəm Taliban salıb ya yox ha. Xəbərin hamısı propagandadır Taliban ziddinə.
Talibanın o qədər şeyi vardı ki, onu ziddi pis göstərməyə ehtiyacı yoxdur ki, biz xəbəri belə yazaq, onu qərarlayaq. Dostlar, ikinci xəbəri ki qoyuram burada, linkini qoyum, əgər istərsiniz onu. Aleykümselam canım Şakiri, çox sağ olun, təşəkkür edirəm. İkinci xəbəri Günaz TV-dən götürürük. Linkini də qoydum. Vakonişha be درج کلمه جعلی تبریز در تبریز. تبریزی qoyubdu dırnaq arasına. Vakonişha be درج کلمه جعلی تبریز در تبریز. Cümlə heç mənisi yoxdur. Nə olsun? Vakonişha be درج kəlmə müsbətdir, mənfidir. Bəlli deyil. Nədir vakonişdir? Etirazdır, etisabdır, yazıdır. Nədir bir etirazdır? Kələmə niyə cəlidir? Tabriz niyə cəlidir? Tabriz bir kəlmədir. Kələmə cəliyə tabriz yoxsa namə tabriz. Bir şirkətin adına İndi görək bu hardadır. Mən baxım görüm burada nə yazıbdır. Ha, ehtimalən Bulingi tabiricdir, məsələn, böyləsi üstün qərəliyiblər ya nə mənədir? Mən əksi burada görürəm, amma əksdə bir şey görmürəm ki, burada tabrici orada tapam ki, ha, Bulingi tabric, düzdür. Bulingi tabric. Bu bir dənə addır. Tabric bir addır. Bir dənə oyun yerinin adıdır. Biz buna cəli deyə bilmərik. Adam göylü söhüb belə bir ad qoyub öz iş yerinə. Bu demokrasi əsasında, qanun əsasında düzdür. Amma İran qanunu əsasında qələtdir. Çünki İran qanunu əsasında xarici bir adı qoymaq olmaz. Bu hangi dildədir mən bilmirəm tabric. Amma əgər hüquqi bəşər əsasında gitsək, hər kəs azaddır. Hər nə cür ad sevər onu qoysun. Amma onun müştəriləri eləyə bilərlər, onu təhrim eləsinlər. Getməsinlər, ona etiraz, o ada etiraz eləsinlər. Əgər onlara tohin olursa, baxın bir məşrut bər bu ki, o şəhrə, o adama tohin olursa bu ad ya bu əlamət etiraz edə bilərlər. Məsələn, 50 nəfər, 100 nəfər gedər bu tabric deyilən Bulingin qabağına, onun milkinə girməz, milkindən eşikdə, xiyabanda durar etiraz elər. O şikayət edə bilməz ki, polisə, polis, bir adam gəlib girib mənim yerimə. Bunu şikayət edə bilməz. Adamları tutdura bilməz. Adamlar da gedərlər orada deyərlər ki, ağa, sən mənim şəhərimdəsən. Bu ad mənə tohindir. Amma deyənmərif cəlidir. Məsələn, buradan bu ada gəlir ki, Təbriz şəhrinin erməni dilində ya qədim erməni adında ya hər nə adı, hər nə zamanda Təbrizə tabric deyilmişə və tabric ya erməni dilindəndir, nə cürdür, filandır, bəhmandır, bu cəlidir Təbrizin adına. Amma indi burada Bulingin adıdır, şəhrin adı deyil. Biz buna etiraz eləsək, bir tarixi etiraz elərik, bir hüquqi etiraz elərik. Bunun cəli deyir amma. Tabric bir ayrı dildə ola bilər. Biz cəli kəlmənin nəyinə etiraz edə bilirik? Biz buna o zaman, yəni Güney Azərbaycanlılar niyə etiraz edirlər? Deyirlər, bu bir yerin adıdır. Tabric sözü Təbriz şəhərində bir yerin adıdır. Və bu bizim şəhərimizdə tabloğa gəlibdir. Biz bu ada heç yaxşı münasibətimiz yoxdur, ya yaxşı xatirəmiz yoxdur, ya yaxşı baxışımız yoxdur bu ada. Biz bir növ tohin bilirik, bir növ ihanət bilirik. İstirik ki, bu değişilsin. Bu cəli deyil, bu bir dənə vaqei bir etirazdır. Çünki biz cəli kəlmə budur ki, məsələn, oturaq, təxəyyül eləyək, diqqət buyurun. Təxəyyül eləyək ki, Təbrizə Ermənistan deyirlər.
Təbrizin hamısına ha. Ermənistan məhəlləsinə yox. Təbrizə Ermənistan deyirlər. Bu cəlidir. Yoxdur əslən. Yalandır. Amma əgər bir dənə məhəllə var Təbrizdə adı Ermənistandır, deyə bilmər ki, o cəlidir. Hətta əgər Ermənistandan acığımız gəlir. Ermənistan sözündən. Barnava kəlməsindən bəlkə bir dənə acığı gəlir, amma Təbrizdə bir məhəllənin adıdır. Bir küçənin, bir xiyabanın adıdır. Biz onu inkar eləyə bilmərik, deyənmərik cəli. Amma deyə bilir, etiraz edə bilir. Etiraz vakuneş ilə fərqlidir. Vakuneş yəni nə mənə? Bəlkə həyəcanlı olmuşam, çox da sevinmişəm. Təbrizdə cəli bir kəlmə varmış, tabiriş onu qoyublar, axcan. Bu da vakuneşdir. Özdə ki, nə mən axı? Məsələn, biz xəbər istir nə deyə, bu titr istir nə deyə? Titr çox dostlarımızda necə yazılıbdır. Gülyaz TV lidə baxaq. درج کلمه جعلی تاوریش بر روی تابلوی ترافیکی در سطح شهر در şəhər Təbriz. Diqqət buyurun. İki nöqtəni niyə qoyub, nöqtə virgülü niyə qoyub bilmirəm. Nöqtə virgül Təbrizi istir məni eləyə. واقع در مسیر سراحی احر. اصلا تبریز واقع در niye belə yazmış o? Təbriz bir şeydir, məsir serahi Əhər də bir ayrı bir şeydir. Nöqtə virgül o zamandır ki, iki nöqtə kimidir. Amma biraz fasilə azla. İki nöqtədə deyirik ki, cəli, iki nöqtə biraz dözürük, hətta nəfəs çəkirik. Sonra deyirik ki, yəni bir şey ki, vaqiiyyəti yoxdur, onu düzəltmək. Cəl, yəni icad eləmək. Diqqət buyurun dostlar. Cəl, yəni icad eləmək, düzəltmək. Ərəbi bir sözdür. Təəssiz adına gələ bilər. Təəssiz yerinə. Cəl elədi, yəni təəssiz elədi. Bərəks elədi, yox. Tərsə qoydu, yox. Cəl elədi, yəni icad elədi. Məsələn, deyirik ki, İnnə lüğətəl fəlsəfə cü'ilə, məsələn, mə Ərəstü. Fəlsəfə kəlməsi, sözü Ərəstü, məsələn, Ərəstü vasitəsilə cəl oldu, yəni təəssiz oldu, quruldu. Yəni, birinci dəfə fəlsəfə sözün Ərəstü işlətdi. Buna cəl deyirlər. Ki, dedim, icad məsələsinədir, anlamınadır. Təəssiz anlamınadır, yəni bərqərar eləmək. Məcul, yəni o şey ki, qurulubdur. Amma bu cəli indi İranda, yəni qeyri şey işlənir. İranda, Farsıda bu ərəb anlamında işlənmir. Yəni qondarma. Amma biz kəlməni İran anlamlarında qələt işlətməyək. İranlılar qələt işlədirlər, biz qələt işlətməyək. Dərc kəlmə-i cəli tavriş dırnaq arasında qoyubdur, çox gözəl. Bər ruy tabloy trafiki در şəhər Təbriz. İndi bunu mən bilmirəm. Bəlkə Təbriz gedib Serahiyə Əhərəcən yetişibdir. Onda deyə bildik Təbriz. Amma əgər Təbriz oracan yetişməyibdir, gərək elə Təbriz gətirməyək, deyək ki, Serahiyə Əhər. Niyə vaqe در مسیر Serahiyə Əhər? Elə bir dəfə yazaq ki, Serahiyə Əhər. Təbrizi yazmayaq. Beləsi gətirdik yiyaq, olmadı, buradan yenə bir dəfə əyildik, gətirdik, buradan soxuruq ağzımıza. Cümləni uzunlatmışıq, kirpis eləmişik və oxucumuzu qatışdırmışıq bir-birinə. واکنش‌ها و اعتراضات گسته ترک‌های آذربایجان جنوبی را در پی داشت. Belə bir şey, vakonişlər və etirazlar. Vakoniş istəmir onda, elə etirazlar yetişərlidir. Çünki vakonişin dedik mənası fərqlidir. Etirazlar amma yəni mənfidir.
gösterdiği torkهای Azərbaycan üçün bu yadaş. İndi ha məsələsinə diqqət buyurun. Mən bu ha bundan bu yüzden bu tablodan istifadə edəcəyik icazənizlə. Mən bunu burada yazdım. Bilmirəm görünür ya yox. Əgər mən görünməsəm bunu görünür. Əlbəttə, bəli, bir vəcədə mən özüm də görünüm. Ha sözü görünmədi orada. Zalibdir. Ben bunu nerede yazım ki görünsün? Belki abi yazsa görünse yaxşı olur. Ha. Güzel. Ha sözü, diqqət buyurun. Fars ədəbiyyatında ha sözü cəmadata və heyvanata işarələr. Ha hərfi deyək. Cəm əlaməti, ha cəm əlaməti olaraq kəlmələrin axirində gələr. Əlaməti cəmdir. Axir kəlmədə gələr və ayrı yazılar. Ayrı yazırlar. İnsana yox, heyvan ya zamidat. Zamidatı bundan tərif edirlər. O zaman ki istəyirlər bir dənə milləti ya bir qrupu təhqir eləyirlər, ha gətirirlər. Məsələn, ərəbha deyəndə ərəbləri farslar ha kəlməsini buna görə işlədirlər ki, bunlar adam deyil. Torkha deyəndə yəni türklər adam deyirlər. Anha deyilsə, yəni adam deyirlər, əskildirlər. Anhanın yerinə anan insanda, anha heyvanda işlənər. Anın yerində an heyvana, əşya, insana işlənər. Amma mütəəssifانه indi bir cür olub ki, ərab deyəndə tohin nəzərə gəlir, ərəbha deyəndə müsbət. Bu həman fərhəngi mənfidir ki, fars dili yaradıbdır. Diqqət buyurdunuz. Pəs, ha sözü o yerdə ki gələr və orada şey olmayan, dedim, ha əlaməti cəmdir, kəlmənin axirində gələr, ayrı yazılar. Anha, mən burada qələt yazmışam, gələr ayrı yazılsın. Ayrı yazılmalıdır. Heyvan ya camidata deyər, insan üçün işlənməz. İnsan üçün ya gərək əlaməti cəmlərdən an işlədək, ya in işlədək. Məsələn, deyək ki, Torkan ya in işlədək. Məsələn, deyək bir əlaməti cəmdir, bu da işlənir. Ya da əlifte işlədək. At. Məsələn, əlbəttə ismi cəmzatda var, mən istəmirəm bu dərsə keçək, çünki hələ bunlara istəmirik bunları danışaq, onun üçün də bunların misalları da bəzən yadımda dəyirik. Amma hər halda halı insana işlətməyək, tohin hesab olur, illa qəsdi tohinimiz olar. Amma mən bir-iki dəfə televizyonda ərəblərə ərab dedim, dostlar mənə işarə edirlər ki, ərəblər bu sözdən narahat olurlar, onlara ərab deməyin. Zahirən ki, farslar o qədər bunlara ərab deyəndə təhqir eləyiblər ki, ərəblər indi öz cəm'ilərin cəm'i mükəssəri şey eləyirlər, qəbul eləmirlər. Və Gozarış Ginaz TV burada nokta virgül qoymayıbdı, Təbrizə üstə qoymuşdu, qələt idi, oranı dedim. Və Gozarış Ginaz TV nokta virgül روز یکشنبه 20 اسفند ماه جزل
dırnaq arasında, ya hilal arasında, ya mötərəzədə yazıbdır. Der Sırahi Əhər Təbriz, burada gözəl düzəldi bu cümləni, Əhər Təbriz. Amma Əhər Təbrizin arasında, o xəttin qıraqlarında ayrılıq var. Ayrılığı qoymayın. Əhər Təbriz, baxın, təxtəmiz bundan bu üzə yazılacaqdır. Ona görə taza təxtə almışıq, taza bir şey. Umaram ki, tez-tezdə silim ki, qalmasın. Qalsa iş çıxarır mənə. Qırmızı ilə keçən həftə yazmışdıq. O getmirdi. Bundan indi yazaq çözərsin. Okey. Mən bunu qoyum bura. Bu yazmadı. Bundan yazın. Baxın, yazırıq məsələn Əhər Təbriz burada yazıbdır. Əhər fasilə Təbriz. Bu görsətmir ki, bunlar bir-birlərinə yaxındılar. Ya görsətmir ki, bunlar bizim mənzurumuz deyirdi ki, istiraf yaxşı bir-birinə yaxındır. Bu fasiləni elə yazaq ki, bunlar, yəni space qoymadan, ara qoymadan bu xətti qoymalıyıq. Ara qoymadan Təbrizi yazmalıyıq. Əhərdən sonra ara qoymayacağıq. Bu xətti qoyacağıq, space-i. Xətti, yəni space qoymayacağıq, bu xətti qoyacağıq. Sonra yenə ara qoymayacaq, Təbrizi yazacaq. Yəni burada bunların bir-birinə yaxın olmağın, bir-birinin yapışmağın və o yer için işarə edirik. Əhər Təbriz ora eyni bir kəlmə kimidir deyə bilirik. Bir yerdir. Ora bilirik ki, haradır da. Hər halda o da Əhər Təbriz یک تابلوی ترافیکی توسط سازمان گردشگری و سازمان ترافیک داخل معترضه یعنی تحت نظارت شهرداری تبریز نصب شد. İndi baxın, əvvəzinki xəbər gedə, diqqət buyurun. Liddə, titri də tavericin üstündeydi. Liddə də gəldi, tavericə görə danışdı. İndi xəbər başlanır əsli mətləb. Ve guzarışı Cünaz TV gerek gedə dərc kəlmə-i cəliyə tavericin üstünə. Çünki titri də oydu, lidi də oydu. Gerek bunu açıqlıya gedə. Amma gedirik görürük ki, yazır ki, Cünaz TV-dən sonra dedik, nöqtə virgül qoyarıq. Çünki durmuruq, amma durmaqla, kamil durmaqla, az durmağın arasında bir fasilə var. Bunu qoyduq. Ruzi yekşənbə. Mühüm bizə nədir? Yekşənbə günüdür. Tablo, tavaric mühüm değil. Mühüm nədir? Yekşənbə günü, ayın 20'si, Sırahi Əhərdə bir tabloyu koyuptu. Kim koyuptu? Təvəssüt Sazmanı Gərdişgeri ve Sazmanı Trafik. İkisi bir tablo koyuptu. Ben bilmirəm niye iki idarə bir tablo koyur. Diqqət buyurursunuz. Normalda qədim biz olanda şəhərdarı koyardı. Bir de polis koyardı. İndi zahirən 3-4 idarə tablo koyur bu xəbərin əsasında. İndi tabloy trafiki təvəssüt sazman trafik nəsb şud. Bir daha tablo koyur bu. Ne olsun bu xəbər bizim nə rəbti vardı tavericə, nə rəbti var ona. Biz gerək xəbərimizdə əvvəl gedək bura. Tavericin üstünə. Çünki taveric bizim xəbərimizdir. Kəlmə-i cəli tavericdir. Bizim gerək xəbərimiz gedə tavericin üstünə. در نوشته میانی تابلو کلوپ بولینگ تابریج yazılıb. Daxil dırnaq arasında qoyubdu. Çox gözəl. Be jay Təbriz, yenə Təbrizi qoyub şeyin arasında çox gözəl nevişte şude bud. Təbrizin yerinə Tabriz yazılmışdı. Addı bu. Bu bir dənə addı seçibdi. Necə biz Türkçe ad qoyanda Farslar qoymurlar? Bu da bir ad koyuptu, biz koymuruq. Farslar qanun getiriblər, deyiblər, hər adı ki xarici ola və türklər də, çünki biz türk qəbul eləmirik ki, İranda türk var deyil, türkçe adlar qəbul deyil. Amma biz əgər istirik bir adı deyək ki, onun gətirək deyək ki, niyə? Niyə tavericlə bu adam istiradım, əslində ermənidir, istiradım qoysun taveric. Biz gerek xəbərimiz getsin bura. Xəbərimiz hələ burasını getməyiblər. Nevişdiyi miyani tablo. Yəni tablo, bilmirəm miyani deyib. Orada 3 tane tablo var. Əksidə 3 tablo var.
Biri ikisi üstə gedir, biri qırmızıdır, bağışlayın qırmızı yox, narincidir, ikisi abidir, tox abi. Bu tox abinin tabloları, yəni 3 dənə tablodur. Bir tablo deyil ki, yox bu bir tablodur. Məsələn, bir tablo budur ki, bir dənə tablo olar. Bunun hamısı bir yazı olar. Olar bir tablo. O zaman ki bu xətt ilə aralanıblar bir-birindən. Diqqət buyursaz və rəng ilə də aralanıblar və əlamət ilə də aralanıblar, bir tablo deyil. Bu 3 dənə tablodur. Çünki hərəsi bir anlamı üçün bir anlamı daşıyır. Bu mən zahirən örgəşdim ki, bu şeyi tez-tez silməsəm qalır. Pəs bu xəbərdə bu zaman در نوشته میانی تابلو کلوب بولینگ تاوریج yazılıbdı. İndi baxın onun yazılısına. Diqqət buyurun. Burada yazıb dırnaq arasında yazıbdı ki klub بولینگ تاوریج. Mən burada görmürəm farsında o cür yazıbdı tabloda. Yazıb بولینگ تاوریج. Ki üstünə xətt çəkilibdi. Orada club yoxdur. İngilisində yazır ki bowling tavrij. Yəni biz niyə bunu klub və bowling tavriji 3 dənə yazmışıq? Mən onu baş tapmıram. Farsçasında heç olmasa onun aşağısında yazıb bowling club tavriji yoxdur ingiliscəsində. Farsçasında bowling tavrij yazıbdı. Biz məcburuq o cür yazılıb o cür verək. Çünki bunlar bizə etiraz edə bilər. Bizim adımız bu deyildir. Siz bizi təhrif eləmişsiniz. Çünki dırnaq arasına salmışıq axı. Becai Təbriz neveşteşidir bu. Biz bunu deyə bilmək, biz bilmirik ki o bulingin adı Təbriz deyildi. Biz deyirik Becai Təbriz neveşteşidir bu. Əgər bunun adı Təbriz idi, Tabriz yazıblar. Onda biz deyə bilirik Becai Təbriz neveşteşidir bu. Amma əgər Tabriz değildi, Təbriz değildi, Tabriz yazıblar. Biz onu deyəməliyik ki, Becai Təbriz neveşteşidir. Mənim şəxsi nəzərim budur ki, bu buling sahibi bunun adını qoyub Tabriz. Niyəsi ilə işim yox. Nəyə müxalifət də işi yox. Biz eləcə yazaq ki, bu adam bulingin adını qoyub Tabriz. Və dırnaq arasında yazaq ki, bulingi Tabriz. Tutdu getdi. İngiliscəsində yazaq ki, bowling club. Orada da Tabriz yoxdur. این تابلو از همان زمان نسل مورد انتقادات و فساد قرار گرفت. Yəni ayın 20-sindən nəsb olan zamanlarını deyəcəklər, buna etiraz ediblər. Sərəncam, diqqət buyurun, bir dana da qanuni bir şeydir. Dünyanın hər yerində var bu o cümlədən. O xətti ki, onun üstünə çəkmişik, çox gözəl bir işdir ha. İşin özü ilə müşkülüm yoxdur. Ona dünyada vandalizm deyirlər. Yəni təxrib əmvali ki, özümüzə aid deyil. Şəhrə ya özgələrə aiddir. Məsələn, biri əgər çıxa mənim maşınımı sındıra, içəridən buna deyilə vandalizm. Yəni bir xəsarəti vurur mənim maşınıma, onun maşını deyil, mənim maşınımdır. Hətta musafir də olsa. Haqqı yoxdur xəsarət vursun. İndi burada bulingin üstünə yazmaq vandalizm hesab olur. Qanunən bu şirkət eləyə bilər. O yazanların əleyhinə şikayət ediyor, onun üstünə xətt çəkiblər. İndi biz orada 2 nəfərin əhsini salmışıq ki, orada durublar, tablonun altında baxırlar. Əmələn biz o şirkətə deyirik, bu 2 nəfərin əleyhinə şikayət edin. Bizim hakkımız yoktu jurnalist olarak. Bir dənə qeyri-qanuni bir məsələdə ki, qanunen, bizim nəzərimizdə qanuni əxlaqi düzdür. Amma o yaşadıkları yerdə onların qeyri-qanuni hesab olur və əgər biz dövlətimizi qursaq müstəqil Azərbaycan və orada bir nəfər gəlsə, o cür bir adır üstünə vandalize eləsə, polisə şikayət eləsə, polis müəzzəfdir
Bizim polisimiz müəzzəf olacaqdır. O şikayetin əsasında adamları çəksin məhkəməyə. İran qanunları əsasında bu şirkət edə bilər şikayət edersən, bu adamları tutsunlar. Bu adamlar görə özlərindən difa edəcək. Biz yazmamışıq, biz hələ bəhs almışıq. Bunlara bir prosəni biz təhmil edərik. Onun üçün diqqətli olmalıyıq. Belə bir əksləri çap eləməməliyik. Biz o zaman ki istəmirik, bir də insanlar məhkəməyə getsinlər, müşkilə düşsünlər, görə onların əkslərini çap eləməyək. Onlara müşkil icad eləməyək. Bu da az nəzərə edit əks. Əksin editin də xidmətinizə təqdim edeyim ki, bəlli olsun. Sərəncam pəs az یک روز, yəni bunun şənbə günü qoymuşlar, bir gündən sonra sərəncam deyəndə, yəni məsələn çox zaman çəkibdir. Diqqət buyurun, sərəncam uzun bir prosesdən sonradır. Məsələn, biz sərəncamı harda işlədə bildik? Deyə bildik ki, sərəncam zəban Türki rəsmi şud. Yəni illər mübarizədən sonra. سرانجام زبان ترکی زبان آموزشی مدارس شد. Bu da سرانجام. سرانجام مثلا ملت ایران به دموکراسی رسید. سرانجام حقوق بشر در ایران اجرا شد. Diqqət buyursunuz, uzun prosesdən sonra sərəncam sözü işlənər. Yəni sərəncam çoxlu proses, uzun proses. Amma burada bəlli olur ki 24 saatın içinde pes az یک روز yani 24 saatın içinde نوشته جعلی و ساختگی مذکور توسط شهروندان تبریزی با اسپری مخدوش و تصاویر آن نیز در فضای مجازی منتشر شد. سرانجام پس از یک روز ویرگول نوشته مذکور جعلی و ساختگی مذکور da məzkur gələnə sonra cəli gəlməz, saxtacı gəlməz, elə saxtacı gəlsə. Ha, kəlmət mütəradif. Diqqət buyurun. Bizdə və farslarda çox vardı ki, mütəradif kəlmə işləmək. Mütəradif nə demək? Mütəradif. Nə demək? Həmrədif. Həmrədif. هموزن sözlərə mütəradif deyirlər. Biz bəzən görürsünüz ki, bu şeydən istifadə edirik. Bu ədəbi halətdən istifadə edirik fikrimizi yazmaq üçün, təkid üçün. Cəli və saxtıcı. Cəli dedik. Cəli və saxtıcı. Cəli ilə saxtıcının nə fərqi var ki, biz gətirmişik, burada cümləmizi uzatmışıq. Bir dənə də işlətmişik, buna görə ki, yaxçıydı da. Cəli Fars anlamını dedik ki, saxtıcı anlamındadır. Ərəb anlamında işlənmir. Onun üçün biz ya bunu yazmalıyıq, ya bunu. Niyə iki dənəni yazırıq ki, heç fərqində yoxdur? Cəliliğin hardan sabit elədin sən? Gərək cəliliğin də sabit edəsən yazında. Fikirlə ki, mən tarix bilmirəm. Bilmirəm də. Və mənə tay milyonlar insanlar bilmirlər ki, Tabriz yəni nə mənə? Hardan gəlibdir? Hara işarə edir? Mənim hüviyyətimin harasını dəyişdirir? Mənim hüviyyətimin harasını tohin edir? Məcburuq yazaq üstə əvvəldə bunu yazıydıq. Şeydə yazıydıq ki, gəlinin yerinə yazıydıq ki, Tabriz bu anlamdadır. Bu torhini, bu təhqiri Azərbaycan millətinə Türkiyə edir. Və Azərbaycanda filan mənayı mənfini daşıyır. Bunun üçün millət buna etiraz edir. Amma bunların yerinə getmişik vandalizmə xəbər yazır. Bizim millətimiz bir hüquqi rəftar edib, bir əxlaqi rəftar edibdir. Amma indi bu xəbərdə
hak موضع ناحق görünür. سرانجام پس از یک روز نوشته جعلی و ساختگی مذکور indi مذکور یعنی o ta vericiyle orada yaz da şeyde Ecer Nairi Hassan توسط شهروندان تبریزی حاموسه یعنی هر کسی تبریزde var bu işi görüptü با اسپری dikkat buyurun اسپری o şeydi ki parmağı basasında pısırıya gedən hava ilə çıxar. Sprey buna bu tür bir şeydir. Halətdir ki orada bir şey sprey olur. Yani ətr sprey olur üstümüze vururuq. Ot kolunu sprey olur üstümüze vururuq. Qədim ətri parmağımızla yaxardıq. O sprey olmazdı. O zaman bir şeyi fişar verirsən. O hava fişarı ilə göydə pıs elir yayılır. Ona sprey deyirlər. Sprey rəngin adı deyil. Sprey cöhərin adı deyil. Sprey bir sistemin adıdır ki orada bir şeyi yayır. Əgər istiyorsanız onun üstə cöhər ilə biz nə bilək onu qələm ilə vurublar yoxsa onu məsələn bir dənə karxana var adı spreydir yox. İstir desin ki o rənglər ki var belə qutuda üstünə də barmağı bassan pıs elir yayılır onunla vurubdu. O şeydir ki bazı hərfşan və falan sprey xarici kəlmədir, düz kəlmə deyil. Farsıda və türkçədə də işlətməməliyik. Yerinə o dildən işlətməliyik. Əlbəttə istəyək farsı dilinin içinə aftaha götürür ayrı bir şey amma vaqiət budur ki biz istəyək düz danışaq və yaxşı danışaq və onu düz şeyləyək. Məxduş با sprey məxduş və təsavir anniz dəfəsə. İndi baxın bir məxduş şud. Əvvələn məxduş olmayıbdı. Məxduş odur ki yaza taberiş. Biz bunu məsələn gətirək deyək taderiş ya paderiş ya parderiş beləsi bir iş görək. Diqqət buyurursunuz. Bunda məxduş elədik. Amma o zaman ki gəlirik onun üstünə xətt çəkirik ki orada cür olubdu. Rəh sürtüblər. Burada məxduş eləmirik. Burada üstün boyuruq. Kəlməni gerədə diqqət eləməyə düz kəlmə işlətməmişik. Yəni istəyimiz diqqət buyurun. Yadınızda olsa anlam, kəlmə anlamında danışanda dedik ki hər kəlmənin 10 mənası ən azı var ki müsbət mənfi. Diqqət buyurun. O mənanı burada kəlmələrdə düz işlədəcək. Biz kəlmələrdə düz işlətməsək indi məxduş şəhərvəndan kəlməsi diqqət buyurun. Şəhərvəndan yəni tamami təbrizlilər gediblər. Hamısı nobiyə durublar, ora xətt çəkiblər. Özü məxduş ediblər. Yəni bir dəfə yazıblar taveriş, bir dəfə yazıblar paveriş, bir dəfə yazıblar nariveriş, bir dəfə yazıblar hərəsi yəni o hərfi bir şeyə bənzədiblər. Məxduş ediblər. Xədşədar ediblər. Xədşə bu ki, yəni məsələn mənim qaşımın tükünü olaq birazın buradan. Xədşə gəlsin. Burnumu beləsə əyaq nəqqaş üstündə. Ağzımı biraz beləsə eləyək. Gözümü biraz. Bu xədşədir. Amma o zaman ki mənim əksimi boyurlar da mən görünmürəm. Xədşə deyir, aradan aparırlar. Zühərlə bu mənanı düz. İndi cümləyə baxaq. Təvəssüt şəhərvəndان təbrizi با اسپری məxduş. Biz yəni bilirik ki bunu sprey ilə siliblər. Qətən sprey, yəni ayrı bir şey deyil. Həm də bunu pıs uzaqdan tutubla pıs siliblər. اسپری مخدوش کرده اند یا شده. این جمله‌ای رو نه به جای بخشین جعلی توسط شهروندان تبریزی با اسپری مخدوش شده است یا شد. این bakın bir bunun için مخدوش شد یا شده است یا مخدوش کردن. شهروندان تبریزی مخدوش کردن. اون تا جمله‌نی elə yazıbdı ki bu da نوشته جعلی و ساختگی مذکور توسط شهروندان تبریزی با اسپری مخدوش شد. توسط شد. Təvəssüt gəlməsəydi kərb amili icrai olardı, yəni feil olardı. İndi burada biraz qatışıq cümlə düz deyil ədəbi cəhətdən. İndi diqqət və təsavir anniz در فضای مجازی منتشر شد. منتشر شد bir feilidir. منتشر شد bir də şud.
Bunlar bir-birinin taydək virgulunan ya və ilə bunları bir-birinin yerinə oturaq. Bu feil mürəkkəbdir, bu feil bəsitdir. Bunu bunun yerinə oturda bilmərik. Bu şoddir, məxduş şod. Bu da در فضای مجازی منتشر شد. Eləyə bilərdik ki, şodu yazıq münteşir olmasın. Cümləni ayrı tür yazsaydıq, şud olardı, burada virgül olardı, düz gələrdi. Ne yazardıq? Yazardıq ki, و تصاویر آن در فضای مجازی و تصاویر آن منتشر شد. فضای مجازی işimiz yoktu. و تصاویر آن منتشر شد. Fazai mecazisini yazmasaydık fiil düz olardı ve bu da düz gelərdi. Axirin paragrafa geçək. Son paragrafımız همچنین کاربران شبکه‌های اجتماعی با درج هشتگ‌هایی چون هشتگ mən özüm bilmirdim, tazalıqda öyrəşirəm. Bir musavidir, bir də namusavidir. Yəni musavidə 2 dənə xətt var. Bir dənə də paniralistlərin bir dənə belə xətti var ki, bu 2 dənə. Yəni 2 dənə xətt, 4 dənə xətt bir-birini kəsir əslində. Buna deyirlər hashtag. همچنین کاربران شبکه‌های اجتماعی با درج دقت ببین با درج هشتگ‌های چون هشتگ تبریز underline Kürdistan underline olmaz. Dikkat buyurun. Hashtag Tebriz underline Kürdistan underline olmaz. Azerbaycan Kürdistan نخواهد شد. Gerek bu Azerbaycan Kürdistan istirik bu türküdür. Bunu gerek salaq burada dırnaq arasına. Mən bilmirəm, bilirəm ki, bunlar şeydir, şəbəkə ictimaiyyətində məsələn Facebookda yoxdur. Bəlkə məsələn çox şeydə işlənir. Bilmirəm Twitterdə işlənir ya yox, amma çox Telegramda işlənir. Vaqiyyətdə desəm bilmirəm karbordu nədir, nə təsir qoyur. Bunları bilmirəm. Bilmədiyim üçün də bunlara görə danışmıram. Amma əgər şəbəkəهای məcazidə beləsi bir şey yazılıbdır, biz gərək bunun əvvəlindən axirinəcən salaq dırnaq arasına. Dırnaq arasından sonra məni eləsaq, parantezi açaq ya həman mötərizəni açaq, içində yazaq şey Azərbaycan, Kürdistan, Təbriz, Kürdistan nə xahir şud. İndi buradan məlum olur ki, taveriş sözü Kürddən gəlmə bir şeydir. Diqqət buyurdunuz. Yəni bu bizə indi bunu göstərir ki, taveriş sözü ermənidən gəlmə bir şey deyil. Bəlkə Kürddən gəlmə bir şeydir. Məsələn, mən özüm üçün bilmirəm. Sizə də gərək demişəm, mən ermənilər dedim ki, taveriş erməni məsələsidir. Amma burada görürəm ki, Kürd məsələsidir. Gərək ki, oxuyam təbiətən. Və bu xəbərin işğalıdır. Xəbər mənə desəydi, mən bu iştibaha düşməzdim. Yaxşı, Təbriz ta əbəd, orada bir dənə də virgül qoyubdur. Təbriz ta əbəd, Təbriz است. Bunu da bilmirəm, o hashtaglərdən çıxarıb ya hardan çıxarıbdır. Və ya taveriş kəlmə-i cəliz با اهداف شوم مسئولین حکومت ایران اعتراض نمودند. اگر bunların, dikkat buyurun. Eğer Təbriz underline Kürdistan underline olmaz ve eğer Azerbaycan Kürdistan نخواهد شد o da ve eğer Təbriz ta əbəd Təbriz است o da ve ya Təbriz kəlmə-i cəli است bu da, bunların dördü internette şəbəkəhay sosial şəbəkələrdə yazılıbdır. Gərək hamısı dördü və salına ciyumənin arasına, dırnaq arasına dördü də salına bunun arasına ki, yəni biz dəqiqən şəbəkə ictimaiyyətdə yazılanları yazmışıq. Amma əgər özümüzdən yazılır, ayrı bir şey. Və əhdaf şum məsulin hökumət İran etiraz numudən. Bu əhdaf şum da deyil, şum deməyəcək.
əhdaf siyasi və ziddir. Niyə şum kəlməsi yazıq? Əvvələn şum yazaq. Şum türküdə çox qəşəng mənası var. Farsıda o mənanı ki biz türküdə işlədirik, onu o anlamda deyil. Amma əgər biz istirik bunu yazaq ki pisdir, onun bir kəlmələri ilə onu tavsif edirik ki millət onu hiss eləsin. Şum yəni naxoşayənd da, xoşa gəlmir. Amma biz istirik ki اهداف سیاسی ضد آذربایجان ضد ترک تغییر هویت تغییر بافت جمعیت falan bəhman bunları adını gətirirsən deyirsən bunu. İndi orada bir nəfər çıxıb sənə deyə bilər ki, məsələn, bir nəfər sərmayəgüzarlıq eləyib istiradın qoya tavırış, sən buna niyə etiraz edirsən? Gərək bunlara da qanuni yol tapa. Yəni bu xəbəri yazan əgər istəyir bunun üstündə bir ideolojik hərəkət eləyəcək, qanuni, siyasi, əxlaqi, tarixi, mədəni, tohinamiz şeyləri burada çıxada dəlil gətirir ki, buna görə. Yəni xəbər gərək edə bura. Zahir, kollunda istədim deyəm ki, bu xəbər doğru yazılmayıbdır, doğru deyil. Və çox şeylərə əskikdir, çox şeylər yazıbdır ki, gərək yazmayıb, çox şeylər yazmayıb ki, gərək yazaydı. Yeri boşdur, Günaz TV-nin burada çoxlu məlumat verə bilərdi. Gözəl də bir şey ola bilərdi. Bəli, yeri boşdur. Çox sağ olun dostlar, təşəkkür edirəm. Bu bərnaməyə baxdınız. Xahiş edirəm ki, bunu yaymaqda mənə köməklik eləyin. Dostlar bunları görsünlər və bunları müraciət etsinlər. Sağ olun, sağ qalın. Mən niyə bu cür şey olmuşam? Mat olmuşam, çox mat olmuşdum. Sağ olun, təşəkkür edirəm. Zahirən tablomuzda heç görsənməyib o cür görünür. Mən İbel orada yazmışam, mat qalıb elə bu cür. Sağ olun, təşəkkür edirəm.